Deməli, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi 2019-cu ildə Ümumdünya İş siyasına daxil edilib. İlk işin mavi güllərdə, amma gözdən daha gözəl görünür. Sonra Şəki şəhərin yuxarı baş milli tarix memarlıq qoruğu. Deməli, bu qala divarlardır. 18-ci əsr. Qorunur, inventar nömrəsi falan da yazılıb. Belə. Getdik. Ha, mən sənin gözüyüm. Ay, nə qəşəng. Can. Şəki Xan Sarayı. İçərisində çəkiliş etmək olmaz. Amma şeydir. Ona görə də çöldən çəkdim. Çınar ağacı 1530-cu ildə əkilib. Ay maşallah. Hə, gedirəm. Merhaba, gedirəm. Elə rahat çək. Belə telefonla tam düşür. Şəbəkə emalatxanası. Çox gözəldir, çox qəşəngdir. Sağ olun. Çox gözəldir. Orada da şəbəkələri var. Şəbəkə emalatxanası bu memarlıq abidəsi 19-cu əsrin birinci yarısında hərbi ehtiyaclar üçün inşa edilib. Yerli inşaat materiallarından çay daşı və bişmiş kərpiç istifadə edilməklə tikilmiş bu tarixi abidə ənənəvi Şəki memarlıq üslubu ilə Avropa memarlıq elementlərinin sintezini özündə əks etdirir. 1970-ci ildən Şəki xalq sənətkarları tərəfindən şəbəkə emalatxanası kimi istifadə edilir. Hə, ora, keçəcəm indi orada. Sonra nədir? 2023-24-cü ildə Turizm Agentliyi tərəfindən bu abidə bərpa konservasiya işləri ilə həyata keçirilir. Çox qəşəngdir. Müştəriləri yoxdur. Allah'ım sıxıntı burada. Oy, tikə. Burada yapışlarmışlar. Heç istifadə olmur. Ayda, onu bir yığmağı var. Bunu düzəltmək var. Ölçüsü düz. Burada taxtalar birləşir, hamısında belə sıxıntılar var. Lego kimi. Bu cari bunu bağladı. Bizim sənətkarlardan yoxdur da. Burada şişə var. Bunu öyrənən gənc var mı? Var. Çox şükür. Uşaqları var. Hə, görürəm. Gözüm ora baxır, əlim tərəf çəkir. Çox qəşəng. Burada sıxıntılar, orada yerləri var, hamısı oturur ora. Oyda. Hədə Xan Sarayında da o Venesiyanın şüşəsini bunların evi. Siz düzəltəsiniz yəni Burada oradakını. həndəsə riyaziyyat mütləq. Riyaziyyat mənə. Tam sənlikdim amma. Burada hesablama damış. Dəqiq santimetr yox, millimetrlərdir. Burada 1 millimetr səhv olsa o Hə. Oturmaz da. Ay maşallah. Gör riyaziyyatı nə qədər. bu qədim 18-ci əsrdə gəlib Mural bu Xan Sarayı istifadə olunan şey. O özü ilə rənglidir dayı. Şüşəni hazırlayanda ona nəsə qatırlar da oraya. Nə kişilər hamısından yaşayırlarsa. Qonaqlar gələndə turistlər gəlir, ora rahat veriyor. Yəni belə bir İndiki şüşələri də özünüz hazırlayırsınız, yoxsa Əlinizə sağlıq. bu bilmem bizden 4 nəsil atam 50-ci ildə Xan Sarayında bərpa edib. Bu babam dedi,
Çoğunun da bu işle məşğuldur. Allah o dünyalarını versin, Allah can sağlığı versin. Gerek kimse baksın da, kimse öz hayatına feda eylesin. Atanızdır. Hə, atası. Girim sizi də çəkim orada. Yoldaşlarımla Siz? Bu sizdə dayı. Özünüz oldu yani. Milli geyimdəsiz özdə nə qəşəng görünür. ne bu atam değil, bana da. Atanız və siz. Ay nə qəşəng. Hadi. Sənətə atı olur. Çəkdim. yerlərdə. Ne deyirlər? O aletler. Pip yapağı deyirlər bu ağa. Biraz kibarıymış. Aa, çox qəşəngdir. 100 sazında söndürəndə lap qəşəng olacaq, rəngbərəng. Oo! Çox dolarda babada nəsil kimi yiyir. Necə eləmisiniz siz onu? Bir de dayanın, şaşı düşür. Alban məbədi. Ki Tarix-Diyarşünaslıq Muzeyi bu memarlıq abidəsi 19-cu əsrin birinci yarısında hərbi ehtiyaclar üçün inşa edilib. Yerli inşaat materialından çaydası bişmiş kərpic istifadə edilməklə tikilmiş bu tarixi bina ənənəvi şəkil memarlıq üslubu ilə Avropa memarlıq elementlərinin sintezini özündə əks etdirir. 1980-ci ildən Şəki Tarix-Diyarşünaslıq Muzeyi bu binada yerləşir. 2022-24-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən bu abidədə bərpa və konservasiya işləri həyata keçirilib. Getdik. Mütləq Şəkiyə gəldiniz, buraları gəzin uşaqlar. Dur bir dənə oxuyaq. Döyüş topu. Bu döyüş topu Fransa İmperatoru Napolyon Bonaparte'ın Rusiyaya hücum etdiyi dövrdə Çar ordusunun artilleriya ehtiyaclarını qarşılamaq üçün Kamensk-Uralsk şəhərindəki zavodda istehsal olunub. Döyüş topu Rusiyanın Avropa hərbi kampaniyalarında 1812-14-cü illərdə istifadə edib. Üzərində C.A işarəsi onun Çar Rusiyasının quru qoşunlarının artilleriyasına, Suxoputnaya artilleriyaya aid olduğunu göstərir. Daha sonra bu döyüş topu Cənubi Qafqaza gətirilib. Rusiya-İran 1826-28-ci və Rusiya-Osmanlı 1828-29-cu illərdə müharibələr zamanı istifadə olunub. Ona görə artıq oxuyadıq. Topun yanı yok. Lüləsi saxlı. Sarkofag 5-7-ci əsrlərə aid sarkofag qəbirdaşı 1981-ci il Şəki rayonunun Şorsu kəndi ərazisində yol tikintisi zamanı aşkar edilib. Qafqaz Albaniyasında erkən xristianlıq dövründə geniş yağış bu tipli bütöv daşdan yonulmuş qəbirlər adətən ali hakim təbəqədən olan şəxslərə qoyulurdu. Şəki şəhərindəyik. Hara gedirik Cancan? Axundzadənin ev muzeyinə. Bəli, Mirzə Fətəli Axundzadənin. Amin.
Ev müzeyinə Bu gedirik. xalqın dəyəri var, yoxsa yox onun? Tarix müəllimi danışdı. Görüşürüz. Ədəbiyyatını sevən vətəndaşım. Tamam, ədəbiyyatını sevən vətəndaş, əl elə. İnjinar. İnjinar, əl elə, mühəndis. Dört günlükdə ailə başçılarının şəkillərini ortada bunun şəklini toxuyur. Buna verir, gedəndəki yadigar. Yerli ağzına qoyub, deyir bu yerli, bir də göydəki Allah səni qurtarır.
Qaz kamerası. Sonra bu təzədən bu əməliyyatlar yerində yer tuturlar. Can. Tuturlar, işlədirlər, eləyirlər, işlədəndən sonra bu tamam zəifliyir həddindən artıq. Bunu sətəcəm xəstəliyinə tutulur. Onu da saldat aparır ki, güllələsin, komandantin əmri var ki, xəstələri aparır güllələsin. Təpənin arxasında deyirlər bunu güllələməyə, onu da qabağına çıxır maşından, general. Deyir ki, hara aparırsan bu 41-60 deyir ki, əsiri öldürməyə. Və sizin əmrinizdən ki, bu xəstədir deyib, bir gün şart xəbər almışam, onu aparır hospitala. Bu hospitala aparanda orada qalır. Səhər-səhər bu Madam Canla da orada xadiməsi işləyir. Bu otağa girir, demək otaqdaşlar çıxır, tək bu qalır. Gələndə ona yanaşır, deyir ki, sən türksən. Deyir, hardan bildin? Deyir ki, axşam sən səyahləyirdin. Mən əlim türk olub. Mən türk dilini yaxşı bilirəm. Ona görə də deyirəm, sən türksən. Sən qutarmaq istəyən, yoxsa burada ölmək. Əlbəttə ki, qutarmaq. Mən gəlmişəm, vuruşmağa. Allah üstündə olur. Deyir, yaxşı, oğlum, qalxır. Qoştan rəisinin yanına. Deyir ki, hörməti çox olur orada, həm də ki, partisanlar işləyir. Deyir, bu oğlan mən, oğlum oxşayır. Mən istəyirəm ki, onsuz da bu öğüt aparım, bastırım, onsuz da öləcəkdir, öğüt. Bastırım və bunu qəbrini ziyarət edeyim. Bunu qoyurlar tabuta, aparıb bastırırlar. Bastırandan sonra almanlar yenə ateş açır, tabuta, öldüyü sözü. Sonra da yenə söz çıxartanda görürlər ki, qolundan qıçından dəyəkdir. Tez aparırlar evə, həkim çağırır. Bu evdə sağaldırlar, bu binada. Demək, burada sağlı səhər-səhərdə Almanlar səhərlər evləri gəzir. Kim varsa baxırlar da, bütün evləri gəzirlər. Gəzəndə bu evin zirzəmisidir. Burada 100 dənə boşqa olur. Bunun bir dənəsi mexanически düzəldirlər ki, içərisinə girəndə bağlansın. Və o, demək, buna da tapşırırlar ki, bir dənə işıq yandısa, tez başqaya gir. 2 dəfə yansa, narahat olma bizə. Ona görə də işıq yanınca girdi bu başqaya və özünü qutarırdı. Elə olur. Buradakı boşqalanın 99-unu satıb, bir dənəsini saxlayırsa, yadigar kimi. Yerdə adamlar deyir ki, onu saxlamışıq ki, bu qəhrəmanın gizləndiyi boşqadır. Və axşamlar da çıxırdı burada, demək, binada otururlar orada. Buna Fransız qızları, demək, Fransız dili öyrədirlər. Bu Alman dilini çox təmiz bilirdi. Almanca, hə. Ona görə ki, Ukraynada oxumuşdu, Nemlənisi məktəbdə. Hitler demişdi ki, Sovet hökumətinə müharibə başlamayacaq, amma onun müqamında Stalin öz əhdiyatını gördü. Məktəblər açdı. Hərbi məktəblər açdı. Bütün texnikada öyrətmə eləmək. Yəni bunun malla, yəni burada o qazın binasının otaqlarıdır. Qaz kamerası. Bizim ulu öndərimiz o başdakı xalqın 70 illiyinə əlaqədar satışa buraxdı, toxutdurub. Bu heykəldə, qəbirsi heykəllərdə ulu öndərimiz Heydər Əliyev tərəfindən təşkil olmuşdur. Dünyanın hər yerinə gələn məktublardır, 17 mindən çox məktub var. Montaban şəhərinin bayrağıdır, yenə ulu öndərlə, mərkəz komitə işçilərindən, veteranlarla 30-cu qurultayın nümayəndəsi oldu, senator Jacques Duclos. Bu da Braziliyanın Komünist Partiyasının baş katibi Luis Carlos ailəsi ilə Oxud kənddə qonaq oldu. Bu Oxud kəndindəki evimizdir. Bayaq dediyim kimi, Qardaşlarımız var. bayaq dediyim ki, 4 bacı, 3 qardaş olmuşuq. Böyük qardaşım Azərbaycan milli qəhrəmanıdır. Kiçik qardaşım da Qarabağda olub, orada Askollar aldı, onun nəticəsində o da rəhmətə getdi. Bir mən qaldım. Bir də sənələ bu şəkil, Brejnevli, Şarodekov, Kasinkin, DPK işte bu da Şəbrayev. Bu senator Jacques Duclos'dur. Bu da hal-hazırda Fransanın prezident aparatını işləyən Rəşidə Dati. Bu da bizim başçımızdır. Bu atam Parslan dostudur. Bu Montaban şəhəri meridir. 90-cı ildə ona orden verir. Bu bizimkilərdir. 97-ci ildə Ulu Öndərlə Fransız gələndən sonra Gürcistan sarayında təbrik keçirdi. Fərhad Maqsudov da akademik müəllim çıxış edir.
Bu da bizim Azərbaycanın Heykəltar Rəssam Akademiyanın prezidentidir. Bu da akademik Nailə xanımdır. Milli Muzeylərin direktoru. Bu səfirliklərdəndir. Bu da general polkovnikdir, şəkilidir. Deməli, Veteranlar Komitəsinin sədriki rəhmətə gedib. Bu da 97-ci ildə qəsrin sədri çəkilir. Onun formasıdır. Bu indiki Fransanın səfiridir. Bu atamın Parsan dostudur. Komandir olub Montavan şəhərində müharibə vaxtı budur. Bu da göründəsi atamdır. Bunu Ukrayna buraxıb 66-cı ildə Degol Moskvaya gələndə o Lukashenko 80 ildə Onu axtarışa verəndə, axtarmaq istəyəndə bu. Lukashenko 80 illə əlaqədar müharibənin qurtarması ilə əlaqədar mənə məktub göndərib. Bu atamın Fransada döyüşdüyü şəhərlərdən torpaqlardır. Buradan başlayır müharibə devrinin şəkilləri hamısı. Bunun haqqında kitablardır. Gördüm. Burada Fransanın şəkilləridir. Burada Degol müharibə vaxtı İngiltərədə olub. Orada yaşayır. 44-cü ildə BBC radyosu ilə, İngiltərənin BBC radyosu ilə çıxış edir və orada Fransada daxili ordu yaradılması yaradılır. Yəni müəyyən partisanları, kim məşhur partisanlar oları, bir də özün hərbiləri orada 44-cü ildə gələndən sonra görüşür. Orada bütün partisanları yığır bu parkda oturduqda qonaqlıq verir. Bu 18-ci ildə yaradılan cəmiyyətdir. Fransanın onun üzvü olub. Bu atam qutaran Madam Jeanne budur. Onun başına qoyulan qiymə adam budur. Bu senatın məktubudur. Ulu öndərimizin hər il göndərdiyi məktublardandır. O da Fransanın qəhrəmanıdır, burada olub. O albomlardır. Onun haqqında mətbuatdır. 11 yaşında. 11 yaşında qız toxuyubdur. Şəkili. Bu Montavan şəhərində Atam Parsan dostunun evidir. Demək, 42-ci ildə Leninlərin bir hissəsini göndərdilər Fransaya. O Fransada olanda orada qaçır, qaçanda bunu təzədən tuturlar. Və o şəraiti bilmədiyinə, Fransanın bütün yerlərini bilmədiyinə görə təsadüfən tutulur. Təzədən bunu filan kimi yaradılır.